Təəssüf ki, pis adamlar yaxşı adamları hər cür aldada bilir. İndi də növbəti dələduzlar tapılıb. TikTokda ev alqı-satqısı səhifəsi açıblar. İnsanlardan küllü miqdarda pul alıblar. Ortada isə nə ev var, nə də pul. Zərər çəkən var, deyir ki, 16 ildir kirayədə qalıram. Balaca bir dənə ev istəyirdim ki, yaşayım. Pulumu aldılar, özləri də yoxdular. Evsiz, eşiksiz adamların qəpik-qəpik yığdığı pulları götürüb aradan çıxıblar. Hələ bir neçə blogerə reklam da çəkdiriblər. Onlara deyiblər ki, şəhid ailələrinə təmənnasız ev verəcəyik. Özlərini mələk kimi göstərmək üçün şəhid adından istifadə edirlər. Siz axı kimsiz şəhid ailəsinə ev verəsiz? Ümumiyyətlə bu adamlar bilir ki, bu ölkənin 10 minlərlə şəhidi var. Hansına ev verəcəksiniz? O kişilər vətən qoruyub, sizin saxtakarlıq prinsiplərinizi yox. Bu dələduzluq etdiyiniz pulları geri qaytara bilərsiniz. Amma istifadə etdiyiniz şəhidin haqqını yox. Yekə adamsınız, adam kimi pul qazanmağa qoyub bu nə yolu seçmişsiniz? Şərəfdir, ləyaqətdir, bunları işlətmirsiniz, bildik. Heç olmasa polisdən qorxun. Bu əməlin üstü açılanda həbs olunmaqdan necə qorxmursunuz? Mənəviyyatınız yoxdur, məntiqiniz olsun. Pulu alanda 1000 cürə yalan fikirləşə bilirsiniz. Saxtakarlığın axırı necə qurtarır bilmirsiniz? Dələduzluğun cəzası ağırlaşmalıdır. Yoxsa bu xəmir çox su aparacaq.